Herkese salam, necəsiniz? İnşallah ki, yaxşısınız. Bugün yine bir təmizlik vlogu ilə gəlmişəm. Bugün otağımı yığışdırıram. Pastellləri dəyişəcəm. Və çəkdim ki, sizinlə də paylaşım. Çünki keçən dəfə gördüm ki, ev vloguna baya bir izlənmə gəlib. Aslında uzun videolara baxış elə gəlmir. Ona görə düşündüm ki, artıq təmizlik edəndə, yəni paylaşmaq fikrim olarsa, sadəcə otaq paylaşacağım. Heç nə belə qızlar. Başlayırıq ortalıqdakı kiçik şeyləri yığışdırmağa. Buranı mən birinci silirəm. Çünki orada həmişə səhər qızımı məktəbə yola salanda saçını falan darayıram. Və tökülən tükləri ora yığıram. Yerə qoymuram tökülməyə. Nədənsə bilmirəm, uşaqlıqdan mənim tüklə bağlı travmam var. Yəni mamam o qədər icazə verməyib evdə saç daramağa falan, saça tükə qarşı çox belə həssas idi. Ona görə ondan mənə də keçib. Yəni yerdə falan bir dənə tük görsəm, heç nədə qızlar, irgənirəm tükdən, çox irgənirəm. Heç sevmirəm. Ona görə də saç falan darayanda elə darayıram ki, yerə tökülməsin. Pastellləri söktüm qızlar. Burada göy ləkə görürsünüz. Bu matras qoruyucunu da Trendyoldan almışdım. Qızım ora çernil töküb. Bilmirəm necə nə cür tökübsə. O nə ilə yoxladım, getmədi. Bir də qızlar, sizdən bir şey soruşum. Bilən varsa mütləq rəylərdə mənə desin. Bu paltardakı ləkələri falan nə ilə təmizləyirsiniz, nə ilə ağardırsınız? Məktəb koftaların üzərindəki ləkələr olsun, ya belə ləkələr, paltarların üzərinə düşən meyvə ləkələri. Yəni ləkə çıxarıcıya kimi almışam. Vanişdən yoxlamışam, nə bilim, Persolla yoxlamışam. Yəni yoxlamadığım bir şey qalmayıb da. O bir video görmüşdüm, spirt fıskırdırdılar ləkənin üzərinə, gedirdi qələm ləkəsinə. Onu belə yoxlamışam, getmir yəni heç cürə. Yəni nə ilə aparırsınız bu ləkələri? Mən məcbur oluram bir dənə paltara ləkə düşən kimi o paltarı atım da, yəni yararsız vəziyyətə düşür. Belə də bir nəfəsə danışanda qızlar təngi nəfəs oluram. Ona görə videonun səsi saxlayıb yenidən başladım səsləndirməyə. Demək qızlar, ləkə çıxarmaq üçün nə bilirsinizsə, xahiş edirəm rəylərdən mənimlə bölüşün. Çünki artıq bezmişəm məktəbli koftası almaqdan. Yaxşıdır ki, məktəb qutarır, bir ay qalıb demək olar ki. Ona görə də almıram artıq. Elə ləkəli də olsa elə də geyindirəcəm yəni. Çünki nə qədər almaq olar axı. Sizdə necədir qızlar? Uşaqlarınız səliqəlidirmi, yoxsa mənimki kimi bir paltarı bir gün geyinirlər? Heç özümə oxşamayıblar da. Yəni mən çox titiz bir insanam. Amma uşaqlarım özümə oxşamayıb. Burada görürsünüz ki, nə qədər çalışıram ki, o pastelin içində biraz qırışıq bir yer qalmasın. Düzdür, pastel ütüləməyi heç sevmirəm. Ümumiyyətlə, ütü işini heç sevmirəm. Polları silməyi heç sevmirəm. Ən zəhləm gedən ev işləridir də, yəni bu işlər. Hələ də məni pol silən görməmisiniz. Yəni pol silmək sevgimi artırmaq üçün almadığım instrument qalmayıb artıq. Amma yenə də xeyri yoxdur. Nəysə qızlar. Əslində heç silməyə ehtiyac belə olmur. Hərdən yəni həvəsim olanda silirəm. Görürəm ki, tərtəmiz ağappaq su çıxır. Çünki mən uşaqları qoymuram. Nəyisə yeyə gəlsinlər evdə və yaxud da özüm nəsə əlimdən bir su damcısı belə yerə düşməyə qoymuram da. Yəni elə titiz bir insanam. Ona görə də pollar təmiz olur. Yəni sadəcə pilsosluyuram. Hər gün edirəm bunu da. Ondakı çünki evimiz çox tozlanır. Baxın, videoda göstərdim sizə hər gün sildiyim yerdir. Yenə də tozdur. Yəni bilmirəm hardan gəlir bu toz. Şüşəni də dedim əlim çatan yerə kimi silim. Pərdəni açanda pərdəyə dəyməsin palçıq falan. Sonra yenə qiriyyət damarım icazə vermədi. Qalxdım, yuxarısını da sildim. Əlim çatan yerə kimi. Başladım. Sonda otağı pilsoslayıb işimi bitirirəm qızlar. Bu pilsos çox gözəldir. Amazondan almışdım. Bunun pol siləni də var, vakumludur. Baxın, o pol siləni elə bu evləri silmək həvəsimi artırmaq üçün almışam, amma qalıb orada, yəni onu da istifadə eləmirəm. Uzağı nə bilim həftədə bir dəfə falan istifadə edərəm ya yox.
Bəs siz hansı işdən zəhləniz gedir, hansı ev işindən?